insan ən çox dəyər verdiyi şeylərə vaxtını sərf eləyir. Əgər Quran-ı Kərimdə bizim dəyər verdiyimiz bir kitabdırsa, onda Quran-ı Kərimə necə olur olsun, vaxt tapaq, öyrənək, əzbərləyək, əzbərlədiklərimizi təkrarlayaq, təkrarladıqlarımıza da əməl edək inşallah. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Çox dəyərli Minbər TV izləyənlər, uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Bugün sizlərlə bərabər Quran-ı Kərimdən əzbərləmiş olduğumuz surələri unutmamaq üçün, yaddaşımızda saxlaya bilməyimiz üçün, yadımızdan çıxmaması üçün nə edə bilərik? Onunla bağlı danışacağıq inşallah. Əvvəla bunu qeyd edək ki, əgər biz namazda oxuduğumuz surələri latın qrafikası ilə yazılmış müəyyən vərəqlərdən həmin ayətləri, surələri əzbərləmişiksə, müəyyən bir dövr üçün o keçərli idi. Və artıq lazımdır ki, biz hərflərin təliminə, təcvidinə, qiraətimizin daha yaxşı olmasına diqqət edə bilməyimiz üçün yaxşı olar ki, biz artıq ərəb hərflərini öyrənək, həmin Quran-ı Kərimdən əzbərlədiyimiz surələri açaq üzündən həmin surənin ayətləri ilə tanış olaq. Onları ərəbcə oxumağa çalışaq. Əzbəri bir kənara qoyub, onları oxumağa çalışaq inşallah. Və bu oxuduğumuzu da başqa bir bilən bir insana, bu hər hansısa ailə üzvünüz də ola bilər, bilirlərsə, əgər bilmirlərsə məsciddə çalışan müəyyən imam, onun köməkçisi, müəzzin və yaxud da bir Quran-ı Kərim oxuya bilən bir insan da ola bilər. Ona əzbərlərimizi deyil, hələ ki, üzünə oxuyaq ki, mənim səhvlərimi tutsun, görək mən nəyə səhv oxuyuram, hansısa hərfin bəlkə də tələffüzünü diqqət eləmirəm. Bu baxımdan ona ərəbcəsindən, yəni yenə deyirəm, ərəbcəsindən oxumağa çalışaq, xətalarımızı da düzəltməyə çalışaq. Allah qorusun, Quran-ı Kərimi namazlarda oxuduğumuz surələrdə hansısa bir səhv etməməyə çalışaq inşallah. Və Quran-ı Kərimdən əzbərlədiyimiz surələrin məalını, təfsirini oxuyaraq onlar üzərində təfəkkür etməyimiz də işin əsas prinsiplərindən biridir. Ki, biz mənasını bilsək ki, nə oxuyuruq, namazda həm xuşu məsələsinə diqqət eləyəcəyik, namazda bir fərqindəlik içərisində olacağıq ki, görək mən nə eləyirəm, niyə görə eləyirəm, nə oxuyuram və namaz çox əhəmiyyətli bir ibadətdir. Onun içərisində oxuduğumuz surələri bir təfəkkür içərisində oxuyarıqsa, qiraət eləyəriksə, bu baxımdan namazımıza da, bizə də çox faydası olacaq Allahın izni ilə. Digər bir məsələ də Quran-ı Kərimdən əzbərə bildiyimiz surələri davamlı olaraq ancaq eyni ayətləri, eyni surələri oxumamağımızdır. Məsələn, adam bir 30 dənə surə bilir, ancaq namazda oxuduqları Kövsər, İxlas, kiçik surələrdir. Bunu necə edə bilərik ki, artıq bölüşdürüb əzbərləri oxuya bilək, ancaq qısa surələri oxumayaq. Bir proqramı özümüzə cıza bilərik. Ay ərzində, ayın, məsələn, ayda 30 gün varsa əgər, həmin 30 günün ilk 10 günlüyündə bir neçə surə fikrimizdə tutaq, həmin 10 günlükdə ancaq namazlarda o surələri oxuyaq. İkinci 10 günlükdə başqa nəzərimizdə tutduğumuz surələri oxuyaq namazlarda. Yəni, bu həm əzbərlərimizi möhkəmləndirəcək. Namazda oxuyanda surələr daha da insanın yaddaşına biraz qazınmış olur sanki. Və üçüncü 10 günlükdə də başqa digər nəzərdə tutduğumuz surələri oxuyaraq, bir ay ərzində biz əzbərlərimizi namazda oxuyaraq çox olduqca möhkəm bir hala gətirib çatdırmış olarıq. Və bayaq qeyd etdiyim məal məsələsinə də çox diqqət etməyimiz lazımdır. Bunları namazda oxumadan necə təkrarlaya bilər? Əlbəttə ki, namazda oxumaq çox əlzəmdir, çox əhəmiyyətlidir. Namazda oxunacaq şəkilə gəlib çıxmayıb, məsələn, oxuduğunuz, əzbərlədiyiniz surə hələ elə eləyirsiniz ki, namazda gəlib yadınıza düşmür. Onda əzbərə bildiyimiz o surələri açacağıq inşallah. Hər surəni gün ərzində bir 5 dəfə oxuyub keçəcəyik. Ancaq əzbəri özünüzə danışmağa ehtiyac yoxdur. Oxuyacaqsınız, keçəcəksiniz. Ola bilər ki, aramızda Quran-ı Kərimin hafizləri də ola bilər. Onlar necə edə bilərlər ki, Quran-ı Kərim ayətlərini unutmasınlar, Quranı başdan sona əzbərləyən insanlara hafiz deyilir. Onlar necə, harada səhv eləyirlər yəni?
mən diqqət etmişəm. Biz görürük ki, müşahidə edəndə, görürük ki, hafizlər hafizliklərini təkrarlamağa başlayanda ilk birinci cüzdən başlayırlar, bir cüz təkrarlaya getmək istəyirlər. Hafizliyi biraz, məsələn, ola bilər hər hansısa bir əsgərliyə gedərsən, orada təkrarlaya bilməsən, müəyyən bir şərait olar, təkrarlaya bilməsən də, yəni bir müddət üstündən keçəndən sonra həmin əzbərə bildiyin surələr, ayətlər, Quran-Kərimin ayətləri artıq zəif bilirsən onları, yaxşı bilmirsən. Onları necə təkrarlaya bilərsiniz? Hafizlər bilirlər, hər cüzün, Quran-Kərimdəki hər cüzün son 5 səhifəsini, yəni 30-cu cüzə qədər son 5 səhifəsini təkrarlayacaqsınız. O bitəndən sonra ikinci 5 səhifə olan, yəni 6, 7, 8, 9, 10 bunları təkrarlayacaqsınız. Amma 5-i də kənara qoyacaqsınız. İkinci 5-liyi təkrarlayacaqsınız. Daha sonra 3-cü 5, daha sonra 4-cü 5-liyi təkrarlayaraq bu cüzlər tamam olmuş olacaq. Yəni siz təkrarlamağa başlayanda sadəcə istəyirsiniz ki, elə başdan ayağa birinci, ikinci, üçüncü cüzlər bunlar rahat cüzlərdir. Ümumiyyətlə çətin cüz yoxdur. Ancaq 1, 2, 3 sonra 4 adama çox çətin gəlir. Ona görə adam 3 cüz təkrarlayır, sonra qoyur bir qırağa. Bir də 30-cu cüzü biraz təkrarlayır. Bu baxımdan gərəkdir ki, aşağı xətimləri, aşağı 5 səhifəni təkrarlayıb bir kənara qoyub, daha sonra yuxarı 5 səhifə, daha sonra digər yuxarı 5 səhifə, daha sonra digər yuxarı 5 səhifə olaraq təkrarlanarsa, hafizliyi təkrarlayıb yekunlaşdıra bilərsiniz, əziz hafizlərimiz. Və digər bir məsələ də ondan ibarətdir ki, Quran-Kərimin başdan sona mənasını, məalını, belə deyək, oxumağımız hər bir müsəlmanın həyatına çox möhtəşəm bir abu-hava qatmış olacaqdır. Quran-Kərimi sadəcə elə göz yumulu, ancaq ərəbcəsini əzbərləmək əlbəttə ki, faydalı bir işdir, ancaq o savab qazanmış olursun. Ancaq bu Quran-Kərim bizdən bir yaşantı, Allah Taala'nın əmridir. Bir yaşantı istəyir. Quran-Kərim ayətlərindən əzbərlədiyimiz halda məlumatsız olmamaq baxımından başdan sona Quran-Kərimin məalı oxunarsa, həmçinin təfsiri də bunun yanında oxunarsa daha gözəl olar. Təfsirlərə daha çox, belə deyək, üstünlük verə bilmirsinizsə, ən azından Quran-Kərimi başdan sona bir dəfə məalını oxuyaraq təfəkkür etməyə çalışaq Allahın izni ilə. Və bunları edərsək, bizim əzbərə bildiyimiz surələr Allahın izni ilə yadımızdan çıxmayacaq demək, çox az çıxacaq. Allaha əmanət olasınız. Gələn görüşlər ümidi ilə.